Əsl kənd yağı, nehrə yağı necə hazırlanır sizinlə bölüşmək istəyirəm. Hər şeyin başlanğıcı təbii südün olmasıdır. Sağılmış südümüzü tənzifdən süzürük. Süzdükdən sonra südü asta odda bişiririk. Asta odda bişirməyimizin səbəbi üzərinə bu cür bol qaymağın gəlməsidir. Həm bunu edə bilərsiniz, həm qatıqdan. Mən qatıqdan edilməyinin daha tərəfdarıyam. Qatıqdan yığdığım qaymağın hər birini belə bir bidonlara əlavə edirəm. Əsasən buzluqda saxladıram. Mənə lazım olan miqdarda olanda 1 kilo qaymaq yığanda artıq qaymağı belə bidona əlavə edirəm. Üzərinə adi ev temperaturunda su əlavə edib təxminən 40-50 dəqiqə arasında çalıram. Və budur möhtəşəm nəticə. Qaymağımızdan yağımız ayrılıbdır. Daha sonra isə başqa bir qaba əlavə edib buzlu suyun içərisində yağı yaxşıca yuyuruq və bu da bizim son nəticəmiz. Mən 1 kilo qaymaqdan təxminən 750 qram yağ alınmışdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Ağzımız dadlı, süfrəmiz bərəkətli olsun. Hələlik.